Salam uşaqlar. Bugün mən sizə Cırtdanın nağılını danışacağam. Biri var idi, biri yox idi. Bir qoca qarı var idi. Bu qarının bir balaca nəvəsi var idi. Bu uşaq o qədər balaca idi ki, hamı ona Cırtdan deyirdi. Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər. Gəlib nənəsinə dedi: "Ay nənə, uşaqlarla oduna mən də getmək istəyirəm." Qarı uşaqları çağırıb hər birinə bir parça yağ yaxmacı verib Cırtdanı da onlara tapşırdı. Yolda Cırtdan özünü yerə vurub getmədi. Yoldaşları dedilər: "Ay Cırtdan, niyə gəlmirsən?" Cırtdan dedi: "Nənəm məni sizə tapşırıb, məni də aparın." Yoldaşları onu hovur-hovur dallarına alıb meşəyə gətirdilər. Uşaqlar başladılar odun yığmağa. Baxdılar ki, Cırtdan yığmır. Soruşdular: "Ay Cırtdan, sən niyə odun yığmırsan?" Cırtdan cavab verdi: "Nənəm məni sizə tapşırıb. Siz mənim üçün də odun yığın." Uşaqlar bunun da odununu yığdılar. Sonra hər kəs öz şələsini belinə alıb yola düşmək istəyəndə gördülər ki, Cırtdan oturub baxır. Ona dedilər: "Ay Cırtdan, sən niyə odununu aparmırsan?" Cırtdan cavab verdi: "Nənəm məni sizə tapşırıb. Mənim də odunumu götürün." Uşaqlar əlacsız qalıb onun da şələsini bellərinə aldılar. Biraz yol gedəndən sonra gördülər ki, Cırtdan geridə qalıb ağlayır. Soruşdular: "Ay Cırtdan, niyə ağlayırsan?" Cırtdan cavab verdi: "Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi." Yoldaşlarından biri Cırtdana acıqlandı: "Pis öyrənirsən. Zəhmət çək, özün get." Cırtdan əlacsız qalıb yoldaşlarının dalınca düşdü. Bir xeyli yol getdilər, sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdə it hürür, bir tərəfdən işıq gəlir. Biri dedi: "İşığa tərəf gedək." O biri dedi: "İtə tərəf." Bilmədilər ki, hansı tərəfə getsinlər. Axırda Cırtdandan soruşdular: "Ay Cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?" Cırtdan cavab verdi: "İt hürən tərəfə getsək, it bizi yeyər. İşıq gələn tərəfə gedək. Bəlkə yolu tapdıq." Uşaqlar işıq gələn tərəfə gedib divin evinə çıxdılar. Div bunları görəndə çox sevindi və özü-özünə dedi: "Yaxşı oldu, gecə bunları bir-bir yeyərəm." Uşaqlara biraz çörək yedirdib yatırtdı. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb yatmadığını bilmək üçün dedi: "Kim yatıb, kim oyaq?" Bu sözü eşidəndə tez Cırtdan başını qaldırıb dedi: "Hamı yatıb, Cırtdan oyaq." Div soruşdu: "Cırtdan nə üçün yatmırsan?" Cırtdan dedi: "Çünki nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı." Div qalxıb tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın. Bir qədər keçəndən sonra div yenə soruşdu: "Kim yatıb, kim oyaq?" Yenə Cırtdan başını qaldırıb dedi: "Hamı yatıb, Cırtdan oyaq." Div soruşdu: "Cırtdan, nə üçün yatmırsan?" "Çünki hər gecə nənəm gedib çaydan mənə xəlbirdə su gətirərdi." Div qalxıb bir xəlbir götürüb çaya su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını qaldırıb dedi: "Bu div bizi yemək istəyir. Qalxın qaçaq." Uşaqlar tez qaçıb çaydan keçdilər. Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa da, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyirdi ki, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca gedə, sudan keçə bilmədi. Axırda uşaqları səslədi: "Ay uşaqlar, sudan nətər keçdiniz?" Tez Cırtdan cavab verdi: "Get bir dənə dəyirman daşı tap,
boynuna keçir, özünü suya at, onda keçərsən. Div cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapıb boynuna keçirtdi, özünü suya atdı və suda boğulub öldü. Uşaqlar isə sağ-salamat öz evlərinə çatdılar. Burada nağıl sona yetdi. Və görsəndi ki, cırtdan nə qədər balaca və tənbəl olsa da çox ağıllı idi. Göydən 3 alma düşdü. Biri mənim, biri qulaq asanın, biri isə nağılı yazanın. Sağ olun uşaqlar.